Victor Hugo'nun Səfirlər kitabını aldım. Mamam o qədər həvəsə saldı. Axırda bu kitabı almaq qərarına gəldim. Məndə söz bazası zəngin deyil, amma mamam dedi sən bu kitabı oxuyandan sonra sənin düşüncə tərzin o qədər dəyişəcək, həyata olan baxış bucağın dəyişəcək, diksiyan dəyişəcək, söz bazan artacaq, zəngin olacaq və bu söz mənə daha çox özünə bağladı. Dedi, kitab oxumamışdan əvvəlki Fatimə ilə bu kitabı oxuyandan sonraki Fatimə tamam başqa insanlar olacaq. Bax, elə bu söz məni həvəsə saldı. Ona görə dedim artıq bu kitabı alıb oxumağın vaxtı gəldi və məndə kitaba qarşı olan həvəs yəni yoxdur. Mən heç vaxt kitab oxumamışam çünki o həvəs olmuyor və səbir də yoxdur və qalınlıq da mən elə o sözü dedim. Məndə səbir yoxdur. Düşündüm əvvəl bir vərəq oxuyacağam. Mamam dedi ki, o qədər sənin özünə çəkəcək. 20 vərəq oxuya gedəcəksən və bu kitabın arxasındakı 4 cümlə məni özünə çəkdi. Elə birinci cümlə budur. Victor Hugo fransız ədəbiyyatının nəhənglərindən sayılır. Mən düşünürəm ki, fransız ədəbiyyatının nəhənglərindən sayılırsa, yəni mənim əlimdə dünya kitabı var və deyir Səfirlər romanı dünyanın şah əsərlərindən sayılır. Yəni şah əsərindən sayılsa bir daha deyirəm, yəni mənim əlimdə dünya kitabı var, ümumi bir dünya kitabı var və deyir mütəxəssislər hesab edirlər ki, səfirlərsiz dünya ədəbiyyatı kasıb görünərdi və bu roman insan vicdanının təntənəsidir. Əsər oxucunu həm ağladır, həm də ümidləndirir. Həqiqətən məndə bu sual yarandı oxuyandan sonraki, arxasını oxuyandan sonraki. Yəni bu kitab nə qədər maraqlı ola bilər ki, içindəki həm ağladır, həm özünə bağlayır, yəni çox belə özünə çəkdi. Bax bu sözlər məni həqiqətən çox özünə çəkdi. Və deyir Hugo insan ruhunun dərin qatlarını açıb göstərməyə bacaran nadir yazıçılardan. Bax bu kitab həqiqətən məni özünə çəkdi. Düşünürəm ki, hələ ki bir vərəq oxuya gedəcəm, amma mamam da o qədər bağlayacaq özünə 20 vərəq oxuya gedəcəksən. İndi istəyirəm ki, açıb sizlə bərabər baxaq, yəni görək ki, həqiqətən içi necədir, mənə çox maraqlı gəlir. O qədər təriflədi mamam. Axırda açmaq neydi, almaq həvəsinə gəldim və manam hansı kitabı desəz oxuyub, amma bu Səfirlər kitabını 12 yaşında oxuyub və mən də indi 19 yaşında oxuyacağam. Həqiqətən mənə maraqlı gəlir ki, nə qədər maraqlı olacaq içi.